Qırmızı kitabda Rəsulzadə milli təsanüd yazısında yazır ki, mədəniyyət və tarix bağları ilə birlik təşkil edən bir millətin fərdləri cəmiyyətin ortaq mənfəətlərini qorumaq üçün şəxsi ambisiya və mənfəətlərini məhdudlaşdırmaq məcburiyyətindədir. Yəni Rəsulzadə açıq şəkildə bildirir ki, əgər siz xalqın övladı kimi tarix və mədəniyyətlə bir-birinizə bağlısınızsa, xalqın mənfəətini öz şəxsi ambisiya və mənfəətlərinizdən üstün tutmalısınız. Çünki şəxsi ambisiya və mənfəətlərini daha üstün tutanlar xanlıqlar dövründə olduğu kimi bir-biri ilə mübarizə apararkən imperiyalara yem olacaqlar. Anlamaq və düşünmək üçün isə oxumalısan. İndi hamının öz baxışı ilə və bilgisi səviyyəsində haqlı və haqsızı müəyyən etdiyi bir dövrdə yaşayırıq. Halbuki haqlı olmaq hamımız üçün faydalı olmaqdır. Biz buna görə sizdən bu videoları paylaşmağınızı, rəydə fikirlərinizi yazmağınızı istəyirik. Çünki müzakirə sayəsində bir-birimizi Rəsulzadənin ideyalarının ətrafında düşündürə bilərik. Paylaşın. Rəsulzadənin qırmızı kitabını sifariş etmək istəyənlər isə bizə yaza bilər.